Amfora yağının dəri üçün faydaları və ev şəraitində istifadə qaydası. Başlamazdan əvvəl ən son videolarımızdan xəbərdar olmaq üçün kanalımıza abunə olmağı və zəngə basmağı unutmayın. Əgər telefonunuzdan izləyirsinizsə, parametrlərinizə daxil olduğunuzdan və bildirişləri yandırdığınızdan əmin olun. Xəbərdarlıq. Bu video təhsil məqsədləri üçündür və tibbi məsləhəti və ya müalicəni əvəz etmir. Amfora yağı uzun illərdir istifadə olunan, dəri üzərində müxtəlif problemlərin müalicəsində faydalı olan təbii vasitələrdən biridir. Bu yağ kamfor ağacının oduncağından əldə olunur və ağac qabığının distillə edilməsi yolu ilə hazırlanır. Eyni zamanda sənaye üsulu ilə də istehsal olunur və məşhur məhsulların tərkibində istifadə edilir. Kamfora yağı güclü göbələk əleyhinə antifungal xüsusiyyətə malikdir və həm dəridə, həm də dırnaqlarda yaranan göbələk infeksiyalarının müalicəsində istifadə oluna bilər. Əgər dəriniz tez-tez qaşınırsa, kamfora yağını az miqdarda və yumşaq şəkildə dəriyə sürtmək qaşınmanı və qıcıqlanmanı azaltmağa kömək edə bilər. Lakin bu yağı açıq yaralara və zədələnmiş dəriyə çəkmək olmaz, çünki yaraların müalicəsi üçün uyğun deyil. Sızanaq və ya sızanaq izlərindən əziyyət çəkirsinizsə, bir neçə damcı kamfora yağını kokos yağı ilə qarışdırıb gündə 2 dəfə problemli nahiyyə çəkə bilərsiniz. Bu üsul qısa zamanda dərinin vəziyyətini yaxşılaşdırmağa kömək edir. Bundan əlavə, kamfora yağı dərinin rəng tonunun bərabərləşməsinə kömək edə bilər və dəriyə daha parlaq, canlı və sağlam görünüş verə bilər. Kiçik yanıqlar, göyərmələr və zədələr zamanı kamfora yağı iltihabı azaltmaq üçün istifadə oluna bilər. Həmçinin bu yağın babasilin, hemoroy müalicəsində də faydalı olduğu müşahidə olunub. Babasil vaxtında müalicə olunmadıqda ağrılı və narahat edici ola bilər. Kamfora yağını bir çox sağlamlıq məhsulları satan mağazalardan və internet üzərindən onlayn şəkildə əldə etmək mümkündür. Alarkən mütləq Camphor Essential Oil, kamfora efir yağı yazısına diqqət edin. Kamfora və digər təbii müalicə üsulları haqqında daha ətraflı məlumat almaq üçün digər videolarımıza baxa bilərsiniz. Dinlədiyiniz üçün çox sağ olun. Belə videoların davamının gəlməsini istəyirsinizsə, bu videonu bəyənin, paylaşın və kanala abunə olmağı unutmayın. Digər videolara baxmaq üçün kanalımıza keçid edə və yaxud buradakı hər hansı 2 videodan birini seçərək izləyə bilərsiniz.